Salam, hər vaxtınız xeyir. Bugün sizinlə Dövlət İmtahan Mərkəzinin keçirdiyi magistratura imtahanında istifadə olunmuş, yəni 17 may tarixində keçirdiyi magistratura imtahanında istifadə olunmuş informatika fənnindən sualların izahına baxacağıq. Başlayaq birinci sualımızdan. Y8 xanasındakı düsturu Y2 xanasına köçürülərsə, Y2 xanasında hansı nəticə ortaya çıxar? Gəlin bir dənə sualımızı sərbəl formada kəsək, baxaq görək nə çıxar ortaya. Bir dəqiqə. Hə. Sualımızı götürək, başlayaq yavaş-yavaş. Deyir ki, Y8 xanasındakı düsturu Y2 xanasına köçürülərsə, Y2 xanasında hansı nəticə alınır? Y8 bərabərdir power, sonra D8 virgül right, B8 virgül 1. Belə bir şeydir. Bunu Y2 xanasına biz köçürməliyik. 8-dən 2-yə gələndə 6 dənə azalır, 7-dən Y-yə gəlir 0 olur. Power'ı yazırıq. İndi D olacaq bu 8, 2-dən 6-dən azalacaq olacaq 2. Right. B8 də olacaq nə? B2 virgül 1. Belə bir şey olacaq da. İndi B2 xanasına yazılıbdır nə? Log. Burada da 1 yazılır. Bu bizə value xətası verəcək buna görə. Çünki belə deyək də, biz mətn tipli ifadə ilə ədəd tipli ifadə üzərində hesablama apara bilmərik. Ebz elədi ki, bir diapazon götürməyən ifadələrə, bir də bu mətn tipli ifadə ilə ədəd tipli ifadə arasında istənilən hesablamada bax, bizə bu xətanı verəcək. Ona görə bu sualımızın düzgün cavabı value xətasıdır. Number xətasını belə deyək də, bu faktoriala mənfi daxil eləyərsənsə, həddindən artıq böyük, həddindən artıq kiçik hesablamalarda verər. Name düsturun adını səhv yazarsansa verər, bu qiymətləri tapa bilməz. Düzgün cavabımız Y variantıdır. İkinci sualımız. İkinci sualımızda istifadə olunmuş sual tiplərindən biri deyir, aşağıdakılardan hansı təqdimata baxış rejimi deyil. Bu sualımızda yenə deyirəm, biz testlərimizdə çox istifadə eləmişik, işləmişik. PowerPoint aid görünüş rejimlərinə biz diqqətlə baxsaq, əgər görərik ki, deməli, burada nə var, nə yox. Deməli, PowerPoint-də ümumiyyətlə 5 dənə görünüş rejimi var. Fikir versəz, normal, outline view, slide sorter, notes page, reading view. Status bar vəziyyət sətrinin üzərində olansa normaldır, slide sorterdir, reading view-dur. Bu slide show isə nümayiş rejimidir. Yəni, bu 5 dənədən 3 dənəsi status barın üzərindədir. Notes page ilə reading view status barın üzərində deyil. Amma normaldır, slide sorterdir, reading view-dur. Daha doğrusu notes page ilə outline view status barın üzərində deyil. Amma status barın üzərində olan normaldır, slide sorterdir, reading view-dur. Yəni, bizim ümumiyyətlə görünüş rejimlərinə burada aid olmayan print layout-dır. Print layout Word-də görünüş rejimidir. Word-də də normal görünüş rejimi yoxdur. Üçüncü sualımız. Deyir ki, replace all düyməsi kilitləndikdə əvəzləmə baş verən sözlərin sayını müəyyən edin. Bu sualımızda tanış sualdır. Yəni, biz bunun haqqında danışmışıq. Testlərimizin içərisində də yenə tələbələrimiz işlətdiyimiz testlərin içərisində var. Biz burada edit qrupunda find bölməsində, advanced find bölməsinə daxil olsaq, burada match case əmri var. Bu registri nəzərə alaraq axtarır. Find whole words only. Bu konkret sözün özünü axtarır da, yəni oxşar köklük tapmırdı. Bu ulduz və sual işarəsi var. Ona əsasən axtarışdır. Bu səsli axtarışdır. Bu eyni köklü sözlərində tapılmasına imkan verdi. Match prefix söz onu şəkilçəri nəzərə alaraq, match suffix söz onu şəkilçəri nəzərə alaraq axtarışdır. Bu durğu işarələri nəzərə, bu da boşluq simvolları nəzərə alaraq axtarışdır. Yəni, burada biz əgər bunun qabağına, belə deyil, match case yazmışıqsa, biz mətnin içərisində diqqətli baxsaq əgər yuxarıda əvəz eləyəcək də, axtarmayacaq, daha doğrusu əvəz eləyəcək. Bütün U sözlərini kiçik hərflə yazılan U-nu, match case yazılıb deyil. ABC sözlərindən əvəz eləməliyik. Bütün U sözlərini ABC sözlərindən əvəz eləməliyik. Amma kiçik hərflə, bir də eyni kök, belə deyək də, həmin sözün özünü, eyni köklüsünü yox. İndi harada mətndə U var, U, onların hamısını nədir? Ondan əvəz edəcək. Burada da saysaq əgər biz, haradasa 10 dənə U var. Böyük hərflə yazılan U, yox, kiçik hərflə yazılan U. Haradasa 10 dənə U var.
Deməli, burada düzgün cavabımız nədir? B variantı. Bu sualda yenə deyirəm, oxşar sualdır. İmtahanlarımızda istifadə eləmişik bunu. Sistemimizin içərisində var. Deməli, deyir, uyğunluğu müəyyən edin. İnternetə qoşulma növü. Baxın, şlüz internetin əsas protokolu. Bu sualımızda yenə. İnternetə qoşulma növü ADSL ola bilər, dialoq ola bilər, belə deyək də, müxtəlif qoşulma növləri var. Deməli, burada 1-ə gələcək B ilə Y. Şlüz, bax, ICP, ECP. ICP daxilidir, ECP xarici şlüzdür. 2-yə gələcək A ilə D. İnternetin əsas baza protokolu TCP/IP protokolu idi. TCP verilərinin ötürülməsinə nəzarət edirdi, verilənləri paketlərə bölürdü. IP də məlumatı paketləyir, son məntəqədə belə deyək də informasiya qəbul edicisini ötürürdü. TCP deməli məlumatı paketlərə bölürdü. Son məntəqədə o paketlərin birləşdirilməsinə cavabdehlik daşıyırdı. IP də paketləri ünvanlaşdırırdı, qəbul edici götürürdü. Deməli, 3-ə də gəlir C. 1-ə B-Y, 2-yə A-D, 3-ə C. İlkin cavabımız C variantı. Bu sualımızda yenə belə deyək də istifadə olunmuş bir sual tipidir. Uyğunluğu müəyyən edin. MAC ünvan filtrasiyası, SSID gizlilik VPN istifadəsi. MAC ünvan filtrasiyası oydu ki, şəbəkədə ancaq təyin olunmuş belə deyək də cihazlar şəbəkəyə qoşula bilsin. SSID gizliliyi oydu ki, ancaq Wi-Fi-nin adı gizli olsun. Məsələ bu SSID gizliyi də buydu. Sonra bir dənə var idi, belə deyək də VPN istifadəsi, VPN virtual şəbəkə idi. Bir növ hamı tərəfindən istifadə olunan bir şəbəkəyə başqa bir yolla qoşulmaq idi. Deməli, bu indi şəbəkənin adını gizlədib arzu olunmaz girişlərdən qoruyur. Şəbəkənin adını gizlədir, SSID gizliyi. 2-yə gələcəyinə A. Bunu yadımızda saxlayırıq. Yalnız seçilmiş fiziki ünvanlara giriş imkan verir. Bu nədir bəs? MAC ünvan filtrasiyası. 1-ə gələcəkdir. VPN istifadəsi. Bəs bu nədir? Şifrəli etir istifadəçidən qoruyur. Bu da təbii ki, nədir? 3-ə gələcək. 3-ə də gələcəkdir. 1-ə D, 2-yə A, 3-ə B. Bu qaydadır. WPA3 protokolunun deaktiv. WPA3 protokolu ümumiyyətlə məlumatı qarışdırır, göndərir. Bir növ şifrələnmə də deyirlər buna. Məlumatı qarışdırıb göndərir ki, qarşıdakı şəxs nədir? Onu başa düşməsin hələ keçirsə. Yəni, başlanıcı sonunu əvvəlinə, belə deyək də, sonunu da əvvəlinə gətirir. Belə qarışıq bir hala gətirir ki, hələ keçsə belə heç kəs o informasiyasını heç nə başa düşməsin. Onu da deaktiv etmir, yəni burada heç bir şey. 1-ə D, 2-yə A, 3-ə B cavab oldu. Nə B variantı? Aha. Bax, bu sualımızda Dövlət İmtahan Mərkəzi öz imtahanlarında bunu əvvəllər də istifadə edib. Bunu bu yaxınlar Dövlət Qulluğunun mart imtahanında da istifadə edib. Deyir, obyektləri qrup şəklində axtarmaq üçün aşağıdakı simvollardan hansılardan istifadə edilir? Yenə biz bu sualı işləmişik, yəni işlənmiş sual tipidir. Təzə sual deyil. Bu, təbii ki, obyektləri qrup halında axtarmaq üçün ulduz və sual işarəsindən istifadə olunur. Düzgün cavabımız 1-2-B variantıdır. 7-ci sualımız. Bu sualımızda Dövlət İmtahan Mərkəzi Dövlət Qulluğu imtahanında noyabr ayında istifadə elədiyi sual tipidir. Bu sualımız da yenə biz tələbələrimizdə işlətmişdir. Case texnologiyası mürəkkəb informasiya sistemlərinin yaradılmasında tətbiq olunur. Bu cümlə düzdür. Kompilyator translyatorun bir hissəsidir. Bəli, bütövlükdə tərcümə edir. Kompilyator sətirlərin birbaşa tərcümə edir və eyni zamanda yerinə yetirir. Bunu yadımızda saxlayacaq. Bu aidi yazılan instrumental proqram təminatına aiddir. İnterpretator kompilyatordan fərqli olaraq ilkin proqram bütövlükdə maşın. Xeyr, baxın. Birinci kompilyator sətirləri tərcümə eləmir. Bu ona görədir, birbaşa tərcümə edir. Sənədin özünü, yəni kodun özünü birbaşa tərcümə edir sistemdə. Sətirləri tərcümə edir, birbaşa. 5-ci də ona görə səhvdir ki, interpretator hissə tərcümə edir. Bu bütövlükdə yazıb tərcümə. Onu kompilyator deyilir. Deməli, bu getdi. İnisiallaşdırma proqram təminatının setup proqramının köməyi ilə quraşdırılmasıdır. İnisiallaşdırma, installaşdırma. Belə izah edeyim də sizə. Elə bil ki, kompüterə informasiyanın yüklənməsidir. Yəni, bu proqramın setup vasitəsilə quraşdırılması deyil. Deməli, interpretator translyatordan xüsusi proqram vasitələrinə aiddir, düzdür.
Maşın dilindəki proqram ilkin proqramdır, səhvdir. Maşın dilindəki proqram mütləq proqramdır. Proqramlaşdırma dilindəki proqram ilkin proqram adlanır. Sualımızın cavabı 1, 2, 4, 7. 8-ci sual deyir, kompüter arxitekturasının əsas tərkib hissələrinə görə uyğunluğu müəyyən edin. Ümumiyyətlə, biz əgər bura baxsaq, kompüterlərimizin arxitekturası 3 kateqoriyaya ayrılır. Bunu da tələbələrimizə yeni istifadə eləmişik və bu sual 2018 yanvar sınavında istifadə elədiyi sual tipidir. Baxsaq, biz əgər görərik ki, kompüterin arxitektura anlayışı var, struktur anlayışı var. Kompüterin qurğuları və onlar arasındakı əlaqə kompüterin strukturunu göstərir. Kompüterin qurğuları və onlar arasındakı əlaqə hansı qaydalarla baş verir desə, əgər bu arxitekturanı göstərir. Və hesab məntiq imkanları, aparat vasitələri, proqram vasitələri. Kompüterin arxitekturası 3 yerə ayrılır. Hesab məntiq imkanlarına məntiqi bir şeylər aiddir. Əmrlər sistemi, verilənlərin formatlanması, işləmə sürəti, bunlar aiddir. Aparat vasitələrinə bax, kompüterin strukturu, yaddaşın təşkili, giriş-çıxışın təşkili, idarəetmə prinsipləri aiddir. Bir də var nə? Proqram vasitələrini. Proqram vasitələrini belə yadınızda saxlayın. Sanki belə fikirləşin ki, kompüterin proqram təminatı 3 yerə ayrılır. Əməliyyat sistemləri, sistem proqramları, proqramlaşdırma dilləri, instrumental proqramlar, tədbirli proqramlarda bildiyimiz tədbirli proqramlar, yəni bizim işimizi görən proqram. Deməli, biz indi baxası olsaq burada, o sualımızın cavabını tapmaq çox rahat idi. Orada bir dənə əməliyyat sistemini sən bilirsən ki, proqrama uyğundur. 3-ə gəlirik, bax, buradan tutmaq olar. 2-yə gələcək A, C. İ ilə başlayan 2 dənədir. İşləmə sürəti, hesab məntiq imkanlarına aiddir. Bax, diqqətli baxsaq. İdarəetmə prinsipləri aparat vasitələrinə aiddir. 2-yə gələcək A ilə D. Üzr istəyirəm, 2-yə gələcək A ilə C, 1-ə gələcək B ilə D. Düzgün cavab nə olacaq? A variantı. Deyir ki, hansı bənddə algoritmin diskretlik xassəsi verilmişdir? Biz ümumiyyətlə algoritmin xassələrinə diqqət edəyəs olsaq, görərik ki, algoritmin hansı xassələri var. Baxsaq, əgər biz görərik ki, burada algoritmin, bax, burada xassələrini qeyd eləmişəm. Determinlik xassəsi var, o bir saat müəyyənlikdir. Kütləvilik xassəsi var, kütləvilik xassəsi var, nəticəvilik xassəsi var, diskretlik xassəsi var. Determinlik xassəsi, yəni müəyyənlik xassəsi o deməkdir ki, algoritmin hər bir mərhələsi müəyyən olmalıdır. Qəti və birmənalı olmalıdır. Hər hansı bir qeyri-müəyyənlik olmamalıdır. Və kütləvilik xassəsi. Kütləvilik xassəsi o deməkdir ki, onun özdəki kateqoriyaya bölünür. Algoritm elə təsvir olunmalıdır ki, onu hamı başa düşə bilsin. Bir də algoritmdə hər hansı bir tip məsələ, həmin tip məsələlərin hamısında ödənməlidir. Bax, tutaq ki, dövlət qərar verir ki, tutaq ki, tələbələrin stipendiyası tutaq ki, 20% qaldırılsın. Bakıda oxuyan tələbələrə şamil olur, Gəncədə oxuyan tələbələrə şamil olmur deyə bir şey yoxdur da, hamıya şamil olur. Bax, bu məsələdir. Nəticəvilik xassəsi isə algoritmin özünün sonunu olmağı deməkdir. Algoritm ola bilər 100 dəfə təkrar olunur, dövr olunar. Amma bunun bir sonu olmalıdır. Yəni, algoritm dövrlü olmağı prosesi onun sonsuzluğu demək deyil. Algoritmin həmişə sonu var. Diskretlik xassəsi isə algoritmin hər bir mərhələsi sonlu olmalıdır. Hər bir mərhələ də əvvəlki mərhələnin sona çatmasından sonra başlanmalıdır. Yəni, mən yuxudan uyanmamış, tutaq ki, universitetə gedənlər, belə deyil. Bu qaydada bunu anlayaq və başa düşək. İndi algoritm elə təsvir olunmalıdır ki, ondan hamı istifadə edə bilsin. Bu, bir növ kütləvilik xassəsidir. Addımları sonlu sayda olmalıdır. Bu, nəticəvilik xassəsidir. Algoritmin bütün addımları ixtiyari ardıcılıqla icra olunur. Bir addım icrası başa çıxdıqdan sonra növbəti addıma keçilir. Xeyr, ixtiyari ardıcılıqla yox, təyin olunmuş ardıcılıqla. Müəyyən ardıcılıqla icra olunur. Bax, fikir cavab 7. Algoritm eyni tip məsələlərin həlli üçün yararlı olmalıdır. Bu da bir növ yeni nədir? Kütləvilik xassəsidir. 10-cu sualımıza baxmaq istəyirəm. Deyir ki, cədvəldəki portret və domenlərin sayını müəyyən edin. Biz əvvəlcədən görəcəkmişik ki, portret nədir? Portret sətirdir, yazıdır, reportdur, portretdir. Bunlar eyni şeydir. Domendir.
sütundu, filtdir, sahədir, eyni şeydir. Biz bəzi tələbələrimiz gedib burada, bax bu yuxarı hissəni portret kimi saymışdılar. Biz buna atribut deyirik. Atribut deyə öyrənmişik. Portret burada cəmi 3 dənədir. 1, 2, 3 budur. Domen isə sütundur. 1, 2, 3, 4, 5 dənə. 3 portret, 5 domen. Yəni 3 sətr, 5 sütun. A variantı. Bu da çətin sual deyil. 11-ci sual. Yenə Dövlət İmtahan Mərkəzi istifadə elədiyi bir sual tipidir əvvəlcədən. Testlərimizin içərisində imenli özü var. Yəni bunu görən tələbə konkret bu sualın cavabını işarələməlidir, heç baxmalı deyil. Deməli, C, data, document, reference, protokol. Deyək ki, aşağıdakı kimi verilmiş failin yolunu göstərin. Yəni, məsələn, protokol doc failinin yolu C, data, document, reference, protokol. Doc. O birisi, məsələn, monitorun yolu C, data, diqqət etsəz datadan keçir, picture, monitor. Aha. Sonra o birisinə baxası olsaq, C, picture, CD, MP. Deməli, indi baxası olsaq biz variantlarımıza, baxaq görək. C, data, aha, document, aha, reference, protokol, doc. Bu getdi. C, picture. Biz datanı görürük axı burada. Buna görə bu getdi. İndi bir dənə buna baxaq görək. C, data, document, C, data, document, reference, protokol, doc. Bu cür buradan düşür. Bax, burada olmalı. C, data, picture, monitor. Aha, C, data, picture, CD, MP. Cavab C variantı. 13-cü sualımıza baxaq. Yenə bildiyimiz bir şeydir. Deyir, uyğunluğu müəyyən edin. Vektor qrafikasının minimal obyekti hər bir magistratura imtahanına hazırlaşan tələbə bilir ki, xətt, düz xətt. Rasterınki piksel, yəni nöqtədir. Bir də keçən il fraktal düşmüşdü. Təsvirlərin avtomatik generasiya etməsi nəticəsində deyirdik, fiqurlar, yəni təsvirlər ortaya çıxır. Yəni bu nə deməkdir? Hər bir təsvir bir-birinin kəskin oxşar idi orada. Belə təsəvvür edirdik də onu. Elə təsəvvür edin ki, bax, fikir ver, iç-içə belə kvadrat. Hər bir, əslində bunun hamısı eyni təsvirdir. Sadəcə bir-birini belə generasiya, yəni bir-birini əvəzləməsi nəticəsində görüntü ortaya çıxırdı vektor, fraktaldır. Üç ölçü də üç ölçü təsvirləri idi də bildiyimiz. 3-dür. Deməli, vektorun minimal obyekti nədir? Xəttdir. 1-ə gəlir B. Orijinal təsvir əldə etməsi var idi. Printer təsvirini əldə etməsi var idi. Bir də monitorun əldə etməsi. Orijinal təsvir əldə etməsi DP-dir. Printer təsvirini əldə etməsi LP-dir. Bir də monitorun ki, PP idi. Deməli, 2-yə gələcək A. Raster qrafikasının minimal obyekti nədir? Piksel, yəni nöqtə. 3-ə gələcək C. 1-ə B, 2-yə A, 3-ə C. 1-ə B, 2-yə A, 3-ə C. A. Bu sualımızı imtahandan bir gün qabaq izah eləmişdim. Deyir, uyğunluğu müəyyən edin. Router, modem, connector. Yəni, belə deyək də, baxsaq əgər, router deyirdi ki, müxtəlif protokolu, müxtəlif topologiyalı kompüter şəbəkələrini əlaqələndirirdi. OSI modelinin şəbəkə səviyyəsində istifadə olunur. Baxaq görək nədir? Bax, bilə gəlir. Modem telefon xəttindən istifadə olunurdu. Kompüter qlobal şəbəkəyə qoşurdu. Konnektor. Konnektor nazik kabelləri şəbəkə kartına qoşmaq üçün nəzərdə tutulmuş. Deməli, nazik kabelləri qoşur, 3-ə gəlir B. Deməli, bu sualı hamı düz yazmışdır. Açıq kabellərə şəbəkənin qoşulması zamanı istifadə olunur, bu deyil. Sonra OSI-nin kanal səviyyəsində istifadə olunur. Belə deyək də, router deyildi, belə deyək, körpü idi. Müxtəlif topologiya protokolu körpü idi. Sonra, başqa nə qaldı? Bu da heç nə. Deməli, 1-ə Y, 2-yə D, 3-ə B. 1-ə Y, 2-yə D, 3-ə B. Cavab oldu nə? C variantı. 14-cü sual Dövlət İmtahan Mərkəzi bu il model sualında istifadə eləmişdi bunu və biz də bunu tələbələrimizi izah eləmişdik ki, bunun həlli yolu qaydası. Konkret olaraq bu məsələlər, yəni çox rahat məsələlərdir. Dediyim qaydanı yadda saxlasınız. Deyir, sənədin birinci səhifəsinin nömrəsini müəyyən edir. Bu məsələlərdə, bax,
Burada yazılıb page 106, page 103, of 107. Yəni birinci səhifə dəyişilibdir, ona görə belədir. Bunun üçün bir qayda deyim sizə. Bu 106-dan çıxın, bu 103-ü üstə 1 gəlin. Bu sizə birinci səhifəni göstərir. Ola bilsin, məsələn, bu il bu düşdü, gələn deyək ki, bu formada verir, deyir 7-ci səhifənin nömrəsini çək. Sən artıq birinci səhifəni tapırsan 4, onu da belə elə. Tabi bir də 4-dən 7-yə saymayın. 4-ün üstə 7 gəl, çıx 1. 4-ün üstə 7 gələr, eləyər 11, 11-dən 1 çıxsaq 11. Yəni bu məsələnin düzgün cavabı C-dir. Aydın məsələ. Bax, bu qaydada C-dir. Amma məsələn 9-cu səhifənin nömrəsini bu halda tapası olsa, birinci səhifənin üstə 9 gələrsən, yəni 4-ün üstə 9 gələr, çıxarsan 1. Bu qaydadır. Cavab C. Keçək neçəyə? 15-ci sualımıza. 15-ci sualda Dövlət İmtahan Mərkəzi yenə öz imtahanlarında istifadə edib. Yəni bu suala da yenə bir gün qabaq izah eləmişdim ki, düşə bilər. Yəni bu suala da orada görən tələbə konkret heç hesablamağa ehtiyac yox idi. 22-ni götürüb cavaba yaza bilərdi. Gəl müəllim onu izah edəcək. Deməli if-in daxili bu formada. A1 böyükdür B1-dən. If-in daxilində deyirdik birinci verilən nədir? Şərtdir. Şərt düz olarsa sən ikinci veriləni, səhv olarsa üçüncü veriləni. Yəni C4 işləyərsən. A1 neçədir? 3-dür. B1 neçədir? 4. 3 böyükdür 4-dən deyirsən yox. Ödənmədiyinə görə C4-dür. Ödənsəydi B2-ni götürərsən. İkisini ilə də götürəməzsin. İndi C4-ü götürən burada cavabı, yəni buranın cavabı oldu 6. Len C1. C1 xanasına nə yazılıbdır? Count A, B4. Belə bir şey yazılıbdır. C1 xanasını say. 1, 2, 3, 4, 5, 6, 7. Nə bizə deyirlər? Len C1. C1 xanasına nə yazılıbdır? Bu ifadə yazılıbdır. C1 xanasındakı ifadəni say. Onun içərisindən nədir? 6-nı çıx. Belə bir şeydir. İndi saysaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bizə deyir 1, 2, 3, 4, 5, 6. Düzdür 6. Yazılıbdır da 6. Deməli 6, 7, 8, 9, 10-dan. Ondan 6 çıxsaq 4. A1, C3. A1, C3 diapazonu. A1, C3. Bunun qabağında bərabərlik yoxsa bu hesablanır. Bunun qabağında bərabərlik yox deyə bu hesablanır. A1, C3 diapazonunda neynəsən? Belə deyək də, 3-dən böyük olanlar say. 4-dür, 5-dir. Bir də neçədir? Başqa var? 3-dən böyük olan yoxdur. Elədi nə? 2-dən. İndi C1, D3-ü hesablayaq. Bunu silək. C1, D3-ü hesablayaq. C1-dən D3-ə cəmləyək. C1, D3 buradadır. İndi əgər biz C1-dən D3-ə hesablama parası olsa, baxsaq ki, burada neçədir? 2-dir, üstə gəlsin. 6-dır, üstə gəlsin. 4-dür, üstə gəlsin. 2-dir. 2 ilə 6 neçə eləyəcək? 8, 8-dən 4, 12, 12, 14 eləyəcək. 14 buradır. A1, B2-ni hesablayası olsa, deməli, 3, 4, 7, 7-nin üstə 1 gəlsək 8. 14 ilə də 8-in cəmi neçə eləyəcək? 22. Cəmimiz çıxır. Bu qədər. Hə, 16-cı sual. Bu da yenə tanınmış bir sualdır. Yenə istifadə olunmuş, işlənmiş bir sualdır. Kurs kitablarında var. Şablon əsasında yeni tərdimat yaratmaq üçün hansı tabdan istifadə etmək lazımdır? Biz tərdimatla slaydı səhv salmamalıyıq. Bəzi tələbələrimiz gedib buna home insert falan belə şeylər götürmüşlər. Tərdimat deyirsə, biz tərdimatı kontrolunu ilə yarada bilərik. Quick Access Toolbars, yəni bax, bu cəhət müraciət panelinə müraciət edə bilərik. Bir də faylın daxilinə şablon dediyinə görə keçərik, bax, buradan elə. Bu new-dan da şablonumuzu götürə bilərik. Bax, görürsən. Vurarsan, şablon yəni hazırdır. Yaradarsın. Fayldan, Quick Access Toolbars'dan, imenli şablonlar əsasında fayldan yaradarsan. Amma belə tərdimatı yaratmaq üçün Quick Access Toolbars'dan kontrolundan istifadə edə bilərsən. Bir də fayldan. Fayldan şablon əsasında yarada bilərsən. Amma slide yaratmamız üçün, slide bunların hər birinə slide deyilir. Kontrolundan, home tabının slide qrupundan
insert tabının slice qrupundan, enter düyməsindən, bir də slide-ın kontekst menusundan new slide əmrindən istifadə edə bilərsən. Bu sualımızın düzgün cavabı burada nədir? Şablon dediyinə görə faydadır. Deməli, nə? Deməli. Buradadır. Bir şəbəkə protokolu deyil. Siz bilirsiniz ki, SMTP protokoldur, POP3 protokoldur, FTP protokoldur, TCP protokoldur, IP də protokoldur. SMTP elektron postu göndərən protokoldur. POP3 isə nədir? Elektron postu qəbul edən protokoldur. FTP faylların ötürülməsini təmin edən protokoldur. TCP isə, IP isə deyirdik ki, şəbəkə dəstəsi nədir? Baza protokoldur. ICD-ni page rabitə xəttidir, yəni protokol deyil. Y variantıdır bu sualımızın düzgün cavabı. Bu da istifadə olunmuş bir sual tipidir. Deyir ki, 18-ci sualda hansı əməliyyatın köməyi ilə biz nə edə bilərik? Biz belə deyək də, aşkarlanmış orfoqrafik səhvləri düzəldə bilərik. Biz ümumiyyətlə öyrənmişik ki, sənəddə olan orfoqrafik qrammatik səhvlərimizi biz düzəltməyimiz üçün nə edə bilərik? Deməli, baxsaq əgər bura biz, baxın, review tabından istifadə edə bilərik. Buradan bax. Review tabından bu bölmədən sənəddə olan orfoqrafik qrammatik səhvlərimizi düzəldə bilərik. Bu bir. Sonra, belə deyək, bir də, görək ikincidə nə deyir? Bu düz deyil, bu səhv deyil. View-dan onu eləyənmərik. F7 düyməsindən istifadə edə bilərik. F7, bax, bunun qısa yolu. Shift F7 tezor sözün sinonim tapır. Bəzi tələbələrimiz gedib Shift F7 götürmüş. Birinci F7-dir. Budur. Orfoqrafik səhv kimi işarələnmiş sözün üzərində sağ düyməni sıxmalı, açılan menü siyahısında müvafiqlərini seçməklə. Bəli, tutaq ki, hər hansı bir səhv yazır. Nəsə yazırsan bura, belə deyək də, orada sağ düymənin üzərində vurarsan, açılan menudan belə deyək də, sən orfoqrafik qrammatik səhvlərimizi düzəldə bilərsən. Əgər orada varsa da, belə deyək. Orfoqrafik qrammatik səhvimiz. Deməli, nədir? 1, 3, 5 düzgün cavab verməliyəm. 19-cu sualımızı bir dənə kəsək götürək. Aha. Deyir ki, onluq say sistemində verilmiş 2 üstündə 3, üstə gəlinsin 8 üstündə 2, üstə gəlinsin 7 vurulsun 8 üstündə 3. Bu sualda yenə istifadə olunmuş bir sualdır. Yəni, belə deyək də, kitablarda olan bir sual deyil. 16-lıq say sistemində bunu hesablayın, göstərin. Gəlin, görək necə rahat yolla hesablayarıq. Ta vurub bölüb hesablamağa ehtiyac yox. 2 üstündə 3 üstə gəlsin. 8-in kvadratı 2 üstündə 3-dür. Bunu belə yazarsınız. Üstə gəlsin. 7 vurulsun 2 üstündə 3. Üstündə 3. Belə yazdınız mı? İndi bu neçə eləyəcək? 2 üstündə 3 üstə gəlsin. 2 üstündə 6. Üstə gəlsin. 7 vurulsun 2 üstündə 9. Bax, bunu bu formada yazdınız. Bunu formada yazandan sonra belə deyək də biz nə edə bilərik? Deməli, biz bunu bu formada yazandan sonra buradakı belə deyək də, bax, bu ifadə var. Burada. Bu bir növ, bizə dəqiqə, hə. 2 üstündə 3 üstə gəlsin, 2 üstündə 6, üstə gəlsin, 2 üstündə 9. Bu formada yazandan sonra sən bunu nə edərsən? Bu formada yazandan sonra yenə, bax, burada bu ifadəni yerinə yetirə bilərsən. 2 üstündə 3 üstə gəlsin, 2 üstündə 6 üstə gəlsin, 7-ni belə yazarsan, bax. Bizə dəqiqə, hə. Bunu bu formada yazmaq olar. 2 üstündə 8 vuraq 2 yazarsın. Bunu bu formada yazandan sonra bir növ, bax, bu 2 üstündə 8 də indi, bax, yenə bunun özünü yazarsan, 8 üstə gəlsin, 2 üstündə 6. Bu 2 üstündə 6-ını da neçə yazarsan, belə yazarsan, bax, 2 üstündə 4 vuraq 2-nin kvadratı yaza bilərsin. Üstə gəlsin, hesablamaqdansa. 7 vurulsun 2 üstündə 4 üstündə 2 vuraq 2. Belə bir şey oldu mu? Aha. İndi, bax, 8 üstə gəlinsin, 2 üstündə 4, vuraq 2-nin kvadratı. Belə yazıbsan, düzdürmü? 2 üstü 4, 4-dür. 2 üstü 4, 16 deməkdir. 16 üstündə 1-dir də bu, üstə gəlinsin. Bu da neçə deməkdir?
Y dəf ki 14 vurulsun. 2 üstündə 4 belə yazarsan da 4 16'nın kvadratı. Bax belə yazarsın. Düzdür? Bu 8 onsuz da 16'lıqda 8'dir. 16 üstü 1 16'lıq sayı sistemində bir arxasında 0'dır. Bunu biz öyrənmişik də. Bu da eləyəcək neçə? 4'ə vursan bu formata. Üstə gəlsin. Bu da bir arxasında 2 dənə 0 deməkdir 16'lıq sayı sistemində. 14'ə vursan belə bir şey eləyəcək. İndi bunlar da toplayası olsa, bax belə bir ifadə ortaya çıxır. 14 48 belə eləyir. 14 da 16'lıq sayı sistemində 10A, 11B, 12C, 13D, 14Y eləyir. Eləyəcək Y 48. Bu formada yazmaq olur. Y 48. Düzgün cavabımız nə olacaq burada? D variantı olacaq. 20-ci sualımıza baxaq. Görək 20-ci sualımızda nə deyir? Aha. Diapazondakı xana sayı sətr sayı, sütun sayı. Buna oxşar sual bizim birinci şansımızda da var idi. Yəni, buna aid olan ifadə nədir? Birinci şansımızda da var idi. Baxsaq indi burada A4, D10 diapazondakı xanaların sayı. Xana sayını tapmaq üçün A, B, C, D 4 dənə düzdür. Bu sətr nədir? Sütundur, sütun. Sətr sayı. Ondan çıxarsan 4, 6, üstə bir gələrsən 7. Bu da oldu nə? Sətr sayı. Xana sayı eləyəcək nə? 7F4, 28 xana sayı. 1-ə gələcək B. Sətr sayı 19-dan 2 çıxarsan, üstə 1 gələrsən. 17 üstə 1 gələndə 18, 18 də 2-yə gələcək. Sütun sayı B, C, D, Y 4 dənə. B, C, D, Y 4 dənə. Deməli nədir? 3-ə gələcək D. 1-ə B, 2-yə, 3-ə D ilə variantı var. Cavab B olmalıdır. Növbəti sualımıza baxaq. 21-ci sual lent tablarını seçin. Ümumiyyətlə biz fikir versək, gələrik bura. Bu bizə demir ki, kontekstual tab, demir ki, main əsas tab, yəni əlavə əsas tab demir. Biz ümumilikdə lent tablarımızı hamısını bir yerdə, bax, buradan görə bilərik. Nə qədər lent tabımız varsa. Hamısının tərkibi nədir? Görə bilərik, bax, bu formada. Bütün lent tablarımızı, bax, bu qaydada görə bilərik. Bu qaydada. Əsas da olsa, əlavə də olsa, hamısı bir yerdə. Bax, burada outlining götürülür. Tab. Sonra draft götürülür. Tabdır. Abbreviation götürülür. Tabdır. Düstur əlavə edəndə açılır. Profil yoxdur. Bu review'da qrupdur. Page setup diqqətli baxsaz. Layoutlar qrupdur. Profilli də elə burada görsədim sizə. Layoutlar qrupdur. Fikir verirsiniz. Bir dənə qalır nə burada? Başqa nə qaldı? Bir də arrange. Arrange də yenə nədir? Layoutda qrupdur. Fikir verirsiniz. Deməli, bu sualımızın düzgün cavabı 2, 5, 7'dir. 22-ci sual əvvəlki illərdə imtahanlarda istifadə olunmuş sualımızdır. Hamı bilirdi ki, bu sualın cavabı nədir? 13'dür. Gəlin bir neçə ardıcılığını görsədim. Deyir ki, N5 x2 olduqda algoritm icazəsi S1 dəyişən qiymətini tapın. N5'də nədir? X də nədir? 2'dir. N'imiz 5'dir. X'imiz də nədir? 2'dir. Bir iki yolun hər ardıcılığını görsədim. Bax, deməli, burada səhv eləmirsə 5 dəfə dövr gedəcək. Bax, i'miz də 1'dir. 1 kiçik bərabərdir 5'də. Bəli, 1 kiçik bərabərdir 5'də. Bunda nədir? Hər donuna gəlirsən, x bərabərdir, x vurulsun. X'in neçədir sənin? 2'dir. 2 vurulsun, mənfi 1. Üstə gəlirsin 5. İliyəcək neçə? Müsbət 3. Təzdən aşağı düşəcəksən. X'in neçədir sənin? 3'dür. 3 kiçikdir 0'dan. Deyirsən, yox. Onda S1 bərabərdir. S1 plus X. S1'im 0'dır. Üstə gəlirsin 3. Eləyəcək 3. Təzdən indi ini bir vahidə artıracam. İ'miz 1. Üstə 1 gəldi. Neçə eləyəcək? 2. S2 bərabərdir. S1 plus S2. Yəni ki, S1'in qiyməti burada mənim neçə idi? 3 idi. S2 neçə idi bəs? 1 idi. Toplayanda neçə eləyəcək? 4. Təzədən yenə dövrə gedirsən. Bu dəfə sənin in neçədir? 1 idi. Bayaq indi 2 olur. Deyirsən ki, 2 kiçikdir 5'də.
və kiçik bərabərdir 5-dən. İkisi x vur üstə gəlsin 5-ə. X-im neçə idi mənim? X-im bayaq gördüm ki, neçədir? 3-dür. Həminki qiymətini də saxlamışdı. Yenə həminki qiyməti alırsan, hesablayırsan. Yəni sən 5 dəfə bu prosesi icra edəndən sonra cavabını alırsan, 13 alırsan. Yəni bu bizim köhnə sual qəbulumuza düşüb istifadə olunmuş bir sual tipidir. Yəni ta vaxt itirmirəm bunun üzərində çox. Hamı bunun cavabını bilirdi məncə. Yenə deyirəm, bu ardıcıl bu prosesləri icra eləsən, cavabı alırsan. 23-cü sualımıza baxaq. Görək nədir? Bu da yenə qrafikə aid olan bir sual tipidir. 1024 vuraq 1024 pikseldən ibarət olan qrafik təsirinin ötürülmə sürəti bu olarsa, şəbəkə ilə 16 saniyə ötürülərsə, bu qrafik təsirinin palitrasındakı müxtəlif rəqçalarla maksimal sayını tapın. Müxtəlif rəqçaları deyirsən, mən eyni taparam dərinliyi düsturdan, 2-nin qüvvətində yazaram, cavab çıxar ortaya. Bizim sürət varsa, belə bir düsturumuz var. V bərabərdir, H bölünsün T. V burada sürət idi, T zaman idi, H nədir, həcm idi. İndi V-miz nədir? 512 kilobitdir. Gəlin bu kilobiti bitə çevirək. Vuraq 2 üstündə ona. Bilirsiniz də, necə ki kilobaytdan bayta keçirik, kilobitdən də bitə ilə keçirik. 2 üstünə bulur. Bərabərdir. H bərabərdir. İndi belə deyək də, H-ımız həcmimizdir. H-ımız da budur da, qrafik təsirin həcm düsturu budur. Vuraq E. 1024 vuraq 1024'dür. Yəni 2 üstündə 10, vurulsun 2 üstündə 10. Düzdür, yazdım. N də bunun dərinliyidir. Aslında düstur buydu. T'miz də nədir? Zamanda 16 saniyə, yəni 2 üstündə 4. İndi bax, buradaca 512 2 üstündə 9'dur. Vursam 2 üstündə 10'a. Buradan da 2 üstü 4'ü yəni vursam, bərabər eləyərəm neçə? 2 üstündə 20 vuraq N. Vuranda neçə eləyir? 2 üstündə 19, 2 üstündə 23. Bərabərdir 2 üstündə 20 vuraq N. N də bərabərdir 2 üstü 3, yəni 8. Sən dərinliyi 8 tapırsan. Maksimal çalar desəm 2 üstündə 8 eləyəcək, 256. Düzgün cavabımız 256. Bu da yenə belə deyək də, bu qədər də çətin bir tip sual deyil. Əvvəlki illərdə məsələn bundan daha fikirləşdirici suallar var. İlk anlayışda qrafikada. Elədir 26. Sonra növbəti sualımıza baxaq. Yəni ümumiyyətlə burada da neçələdir? 256. 24-cü sualımıza baxaq. Bu sualı imtahandan bir gün qabaq izah eləmişdim yenə. Fon şəklini iş masasında yerləşdirilməsi rejimlərini seçin. Biz öyrənmişik ki, iş masasının üzərində şəkillərimizin yerləşmə rejimləri hansılardır? Gəlin onu sizə görsəlim. Bu sual ümumiyyətlə Dövlət İmtahan Mərkəzi Dövlət Qurulu imtahanlarında çox istifadə edilir. Magistratura imtahanlarında əvvəlki illərdə çox istifadə edilmişdi. Bu ildə yenidən istifadə edilir. Bax, şəklimizin ekranda yerləşmə rejimləri bunlardır. Gəlin onu sizə nümunə üzərində deyim. Birinci fil rejimi Windows əməliyyat sisteminin 11 əməliyyat sisteminin standart halda istifadə elədiyi rejimdir. Bu rejimdə şəkil hansı, belə deyək də, ekran ölçüsünə uyğunlaşdırılır. Yəni kiçikdirsə böyüdülür, böyükdürsə kiçildilir, ekrana uyğun hala gətirilir. Sonra bundan sonra nə var? Fit rejimi var. Fit rejimində şəkil hansı ölçüdədir? Ölçüdə yerləşdirilir. Və çatmayan hissə burada bu formada rənglənir. Fikir verirsən, hansı sizə çatmırsa o hissə ilə rənglənir. O rəngi də sən özün əlbəttə ki, bax, burada gəlib dəyişə bilərsən. Stretch, şəklin bayaq burada enindən çatmırdı. Düzdür, bax, enindən dartdı, böyüdür. Enindən də. Biraz məsləhət görünməyən rejimdir. Tile rejimi var. Tile rejimi belə deyək də, şəkli bütöv ekran boyunca çoxaldır. Fikir verdiniz, çoxaldır. Bir də ki, nədir? Mozaik formasında da. Bir də bundan başqa burada nə var? Center var. Düz əlbəttə ki, şəkli düz ekranın mərkəzinə yerləşdirir. Bu qaydada yenə çatışmayan hissəni sən özün dəyişə bilərsən. Deməli, biz bir də əlavə olaraq nə var? Span var. Span əlavə monitor qoşanda istifadə olunan rejimdir. Bu rejimdə əlavə monitor qoşursansa daha keyfiyyətli görüntü əldə etmək üçün istifadə edə bilərsən. Məsələ budur. Ümumiyyətlə, şəklimizin deməli, ekranda yerləşmə rejimləri bunlar. Məsələn, bəlkə növbəti illərdə deyəcək fil necə işləyir? Yəni, bunların da yeni açıqlamasını siz bilməlisiniz. Fil, fit, stretch, tile, center, span. Bu qaydada bunu da bilək. Deməli, birdir. Listdir, detailsdir. Bunlar File Explorer'da istifadə olunandır. Stretchdir. Content də yenə orada istifadə olunandır. Tile də span.
Bu qaydada bunu da başa düşür. 1, 4, 6, 7. 25-ci sual, yenə bu sualı da bir gün qabaq izah eləmişdim. Düşə bilər, köhnə illərdə düşübdür, istifadə olunmuş bir sual. Sorğular. Bu bazadan məlumat götürmək üçün istifadə olunur. Verilənləri seçməyə və emal etməyə xidmət edir. Deməli, 1-ə gələcəkdir. Cədvəl verilənlər bazasının əsas elementidir. Və bazasız, cədvəli biz bazası, üzr istəyirəm, bazada cədvəlsiz heç nə saxlanıla bilməz. Yəni, bazanı biz cədvəlsiz fikirləşə bilmərik. Deməli, nədir? 2-yə gələcək bir. Formalar isə bazadan verilənləri götürməyə və onlara baxmaq üçün istifadə olunur. Deməli, verilənləri, üzr istəyirəm, bazada verilənləri daxil eləmək və onlara baxmaq üçün istifadə olunur. 3-ə də gəlir əvvələndir. Y-dəki makrosun tərifidir. Mürəkkəb proqram əmrlərini yerinə yetirir. Belə deyək də, bu da modullar ola bilər. Bazanı sazlandırır. Deməli, 1-ə D, 2-ə B, 3-ə. Ümumiyyətlə, belə götürəndə normal düşmüşdü qəbul. Yəni, belə deyək, o qədər çətin deyildi. Fikirləşiləcək o qədər sual yox idi. Digər illərə baxanda çox asan idi, belə deyək. Və bir növ, necə deyim, normal şəkildə oxuyan tələbə bu qəbuldan rahat 20+ yaza bilərdi. Bu qaydada.